İndi baxın, görün biz burada hansı saxtakarlığa yol veririk? Öz evladlarımızın qəlbin, ruhun, onların arzusun, amacın Allaha bağlamaqdan, onları aldadaraq, yalan söyləyərək Allahdan qeyrisinə bağlayırıq. Və onlara saxta yollarla məktublar yazdırırıq. Deyir, ay bala, yaz, Şaxta babaya məktub yaz, nə istəyirsən? Uşağı da bilmir axı. Yazır ki, Şaxta baba falan falan, mən səndən konstruktor istəyirəm, misal üçün. Və yaxud da hər hansı bir oyuncağı istəyirəm. Sonra da uşağın valideynindən pul alırlar və yaxud da valideyn özü gedir gizlincə alır, hər hansı bir verir və gətirir. Sonra da uşağı gətirib otururlar həmin o saqqallı Şaxta babanın qucağında və o da oyuncağı verir və neyini? Artıq qəlbində ona qarşı bir ülfət və sevgi yaradır. Amma Peyğəmbərin sünnəsini tətbiq eləyən saqqal görəndə isə onu az qalır topa qoyaq ataq. Biz niyə görə biz alçaq olanı üstün olanla dəyişirik? Niyə görə üstün olanı alçaq olana qurban veririk? Niyə görə biz haqqı batildən hələ bu günə qədər də ayırt eləyə bilmirik? Niyə görə evladlarımıza sağlam İslam əqidəsi öyrətmək əvəzinə başqa dinlərə, inanclara onların qəlbini bağlayırıq? Və təsəvvür edin ki, ruslar oturub bu gün də bizə gülürlər ki, gör bunların üzərində 70 il necə işləmiş isə, neçə ildir bunlar sanki müstəqillikdədirlər, hələ də bizim onlara işlədiyimiz o mədəniyyət onların qanında, canında gedir. Yəni biz hələ də ayılmamışıq. İnanın ki, bizim hamımızın boynunda o məsuliyyət var, o uşaqların məsuliyyəti. Onları biz ayıltmaqdan, tərbiyə eləməkdən, doğru düzgün